günləri Azərbaycanın Yevza adı altında 8-ci uşaq və gənclərin beynəlxalq sərgisinə xoş gəlmişsiniz, hər birinizi salamlayıram. Doğrudan da bu sərginin böyük bir mahiyyəti var. Xüsusilə də 28 may Respublika gününə həsb olunan bir zamanda məkanda açılması və xüsusilə də yetişən gələcək nəsillərimizin, uşaqlarımızın hər birinin müstəqil Azərbaycana, Azərbaycançılıq ideyalarına baxışları müxtəlifdir. Çox sevindirici haldır ki, bu günləri gənclərimiz sırf öz beyinlərində düşündüyü kimi Azərbaycanın tarixi memarlıq abidələrini, Azərbaycanın təbiətini, onun milli mənəvi dəyərlərini hər tərəfli surətdə imkana köçürmək uğrunda mübarizə aparırlar. Və bu günləri Xətai Sənət Mərkəzi böyük bir təşəbbüs irəli sürür. Xüsusilə də bu beynəlxalq səviyyədə olması və Azərbaycanın artıq dünyada tanıtım əldə etməsi də bizi sevindirir. Bu günləri sərgimizdə 2000-dən artıq olan bir sərgi işlərinin, əsərlərinin içərisində hardasa 900-ə yaxın olan işlər müsabiqədən sərgilənəcək. Artıq sərginin birinci mərhələsi keçib və bir sərgimiz başlayır və ikinci günü geçmişik və bu silsilə xarakterli davam edir. Və bu günləri burada beynəlxalq səviyyədə deyəndə bir çox Qazaxıstandan, İrandan, Türkiyədən, Hindistandan hətta bizim əsərlərimiz var və Azərbaycanın görməyi, Azərbaycanın tanımaq, artıq dünyada Azərbaycan mədəniyyətinin, milli mənəvi dəyərlərin, Azərbaycançılıq ideyaların kətana köçürülmək uğrunda mübarizə aparırlar. Mən deyərdim ki, təsvir sənətin dili yoxdur. Doğrudan da təsvir sənətin dili onun təbliğat prinsiplərindədir. Və biz öz yurdumuzu, öz ölkəmizi, öz xalqımızı təsvir sənətlə hər zaman təbliğ edib, onu dünya miqyasında tanıtım uğrunda mübarizə aparılır. Və bu günlərdə doğrudan da sevindirici halı ki, bu yetişən gənc nəslinin nümayəndələri və bu balalarımız, şagirdlərimiz, tələbələrimiz və bu münasibətlə öz fikirlərini kətanlarda, əsərlərdə əks etdiriblər. Bu böyük bir təşəbbüsdür. Və 8-ci beynəlxalq bir sərgiyə olan və mənim heç xatirlərim çıxmır, dünənlərdə söhbət əsnasında qeyd edilmişdim ki, 8 il bundan öncə bu məkanda, bu yerdə birinci uşaq beynəlxalq sərgisinin açılışında da iştirak etmişəm, orada da aparıcılıq etmişəm və bu təşəbbüsü mən birinci dəfə olanda dedim ki, elə bu bununla da bitər. Amma böyük bir səy nəticəsində, böyük bir əmək nəticəsində bu səviyyəyə gəlib çatması çox sevindirici olur. O zaman hardasa bir 120-130 iş yığılmışdırsa, bu günlər 2000-dən artıq işin içərisində 900 gün seçmək özü böyük bir təşəbbüsdür. Bu günləri hörmətli qonaqlar, hörmətli sərgi iştirakçıları, bu günləri dəyərli bizim qonaqlarımız var və Azərbaycanın xalq rəssamı, Rəssamlar İttifaqının sədr müavini professor Ağəli İbrahimov iştirak edir və Ağəli müəllimə söz verək, bir neçə kəlmə ilə öz fikirlərini bildirsən. Buyurun Ağəli müəllim. Çox sağ olun. Əziz uşaqlar, gənc rəssamlar, oradan da bu festivalların böyük əhəmiyyəti var. Azərbaycan mədəniyyəti incəsənətinin inkişafında buna görə ki, Heydər Əliyev dahi sözü vardı, deyildi ki, xalqları o mədəniyyətin incəsənətini tanıyır. Əgər biz harasa gediriksə xaricə, bizi nə maraqlıdır? Onların tarixi, onların mədəniyyəti, müziği. Və bir gün mən çox sevinirəm ona görə ki, dünən biz açmışdıq, 6-7 yaşdan 12 yaşa kimi, ama bir gün 15 yaşa kimi burada iştirak edilmeye demək olar ki, gənc rəssamlar da çox maraqlıdır. Dahi Picasso, 20-ci əsrdə Dahi Picasso bağçalara gedirdi, uşaq sənətlərine gedirdi və onlardan müəyyən kompozisiyalar, fikirlər götürürdü, amma onlardan istifadə edilməkdən sonra bu işi də çap edirdi, yaratdığı əsərdə və deyirdi, mən həyatımda razıyam hər şeyi bilirəm, bir uşaqlar kimi səmimi işləyəm. Doğrudan da bilirsiniz, əgər gələcəkdə kimsə akademiyanı qutarır, konservatoriyanı qutarır, ya
jurnalist kalıpları, şair, yazıcı olabilir, bestekar olabilir, ressam olabilir, peşekar olabilir. Ama yaratıcı insan olmak, olcu da çekmek. Ve yaratıcılık hissiyatları bizim bağlarımızda var. Bir Allah'ın zahmetlerinde bana bir fikri var. Dedi ki, memleketin böyle bir sergiyenin beynəlxalq sergi. 7 yaşındaki uşaqlar işlədi. O qədər sevimli, o qədər gözəl, o qədər maraqlı. Həm də ki, ümumiyyətlə bizim gənclərimiz, bizim qanlarımız həyatı başqa rəngdir. Biz yaşa dolgunca təbiətə bir başqa cür baxırıq. Ona görə qeyd etmək istəyirəm ki, Zahid müəllimdən müddiyanla söhbət edilir. 12 ildən çox bu qayrı açılır. Qabaq 300-500 il söyledi, minlərlə əsərlər gəlir. Bu 8 ilin ərzində neçə bir əsər var? Nə qədər bizim babalarımız sənətə qorxurdular. Bir nə qədər insanlar var. Mən çox sevinirəm ki, bizim babalarımız sənəti sevir və əsərlərinə baxanda görürəm ki, müəllimlərin böyük təsir. Çünki əsl müəllimlər, ölgəndir. İstiqamətlendirirlər. Burada çox maraqlı işlər var. Ondan başqa, yəqin ki, siz hangi ünsiyyət yaradırsınız? Balaca rəssamlar, böyük gənc rəssam arasında dünyada ən vacib bir şey var. Dünyada ən vacib məqam, bu da insanlar arasında ünsiyyət. Və burada bildiyiniz gibi xarici dövlətlərə Hindistan, Çin, Şirlanka, Belarus, yani çok dövlətlər də Azərbaycan necə görür, özünə əsərlər verir. Bilməstən, ümumiyyətlə sənət sağlamdır. Leonardo da Vinci deyirdi ki, eğer bu rəssamın əlinə aparırsa, o da sənət əsəridir. Rəngarlar poeziyada ki, sən görürsən, poeziya rəngarlar sən işinirsən. Leonardo demək istəyirdi ki, sənət əsərində rəssamlar həm musiqi var, həm matematik, riyaset, həm musiqi var, hər şey var. Senden son sözümü bizim Cenab-ı Prezident rəssamlar fuarında təmirdən sonra gəlmişdi. Rahatlıqdı ki, bir dənə Leonardo da Vinci İtalyan bütün dünyaya tanıdı. Siz de öyle sanatkarlar olun ki, Azərbaycan dünyada. Və mən istəyirəm başdan Amerika'da, Argentina, Vatikan, ben her yerde bütün açılışlarda olmuşam. Bizim dahi şəxsiyyətləri İtalya'da nizami üzərində, pedagoglu Brüssel'də var, Nəsli Gəncəli. Bizi sevməyən hər dövlətlərdə bizim dahi şəxsiyyətləri, Mirşafir Vazili, Müzeyir Aksiyadəyəkən var. Onlar da adları ki, yerlərə bizim dahi şəxsiyyətləri var. Ben çok sevindim ki, burada bizim dahi tarixə deməli, simalarımızın obrazları var, müasir bəstəkarları, müasir rəssamları, sonra müəyyən burada rəssamlarımız yəqin ki, məlumlar arasında görürəm ki, Avropa mədəniyyətini, Avropanın dahi şəxsiyyətlərini tanıyırlar, onlardan müəyyən mağarada istifadə edirlər, bu da böyük şey. Ya, sən bilir, dahi Leyli deyirdi ki, sənətdə bir rəngli var. Sənədə baxan, məsələ baxan kimi səbəbimizdir. Ben kısa bir fikir vermişim. Bize valideynler var. Leyli, dahi Leyli, deməli 3 yaşında, 4 yaşında anasının dizlərində duvarda bir şekil asıldı. Deməli, Gimalay dağları və bir dənə yol, müəllim. Bu da şöyle soruşum, ama kim anasını kim dedi? Bu da deyildi ki, Gimalay'dır. Bu Hintlidir, bu Mərlidir, bu nedir? Şimdi tarihin oldu, gitti Gimalay'a. Hindi de onun yaşadığı bölgelerden, yaşadığı eserler dünyanın çok güzellerinde var. Yani sənət çok təsir ediyor. Eğer bizim bağlanan olacağı işleri varsa mütləq orada asılır. Çünkü birisi her bir eserin öz enerji içerisi var, öz sevgisi var, öz məhəbbəti var. İnşallahın eserlerini siz öyle asılır, yani bu çok vacib olmak istiyorsunuz. Buna göre sizi hamınızı bağırdan basar, bir çok büyük lezzet aldım, çok maraqlı işler gördüm, teşekkür seviyesinde. Durmaları, özellikle en maraqlısı bir-birinə oxşam olan mevzular da, rənglerde de,
texniki maqamlarda danışanlar, yani ki bunlar, bundan müəllimlər, yani ki, gəlirlə istiqamətlərdir. Çox sevincli aldılar. Mən Zahid müəllimlə işi tərifini yoxdur, mənim tərifim yox. Həyatda yaxşıya yaxşı demək. Sağ ikən insanlara, qüvvət vermək lazımdır. Sağ ikən insanlara dəstək olmaq lazımdır. Hələ Dostoyevski deyildi ki, istedadlı insanlara qüvvət dəstək lazımdır. Dün de gördük ki, bizim dövlət oradan ki, sənət xadimləri, bunlar onlar ki, şərait yaradı. Və zaten mən rəssamlar formatı, özüm də rəssamlar formatı üzrüsəm çox ən fəyal bir budur sonra mən İndi bir neçə dərdilərdə olur və zaten minlərlə uşaqları sevindirirsən, minlərlə valideynləri sevindirirsən ki, siz ən xoşbəxt valideynə simvollarınız sağlam, çok güzel eserler işlediler. Dünyanın görmeci göre bizden de yaşıyorlar. Bunlar böyle sevinç verdiler. Sirhamızda can sağlığınızda var. Beni çok danıştırmayın. Can sağlığında bütün valideynlere çok sorun bıraktılar. Oradan da eğer biz 15 gün götürseydik ressamlar falan Yahudiler gelirdi. Önemli karar tutuyor. Bunlar çalışıp ya muskiler, ya tanı, hepsi uşağına ilerler. Ama değil ressamlar falan bizim Azerbaycan ülkelerinde genelde hiç sevindiği çok zor. Çok sağ olun müəllim, değerli fikirlərə görə, değerli sözlərə görə. Doğrudan da bir misal var, deyil, görünən dara bələdçi yox. Bu günləri Xətai Sənət Mərkəzi təsvir sənətin inkişafına böyük bir dayan, böyük bir töhfədir. Bizim yetişən gənc nəslinin hər birinin əsərlərini nümayiş etdirməkdən ötürü öz məkanı təmənnasız, yəni bizlərə açılsa böyük bir töhfədir. Yəni bu nöqteyi nəzərdən mən Xətai Sənət Mərkəzinin rəhbərliyinə, bütün işçi heyətinə öz minnətdarlığımı bildirirəm. Rəssamlıq Akademiyasının doçenti olaraq, çünki yetişən gələcək nəsillər hər biri çox güman ki, vaxtı ilə bir 10 il bundan qabaq burada balaca az yaşlı uşaqlar müdafiq tələbələrdir. Akademik təhsil alır. Bu böyük bir sevinci hisslərdən biridir. Və bu nöqteyi nəzərdən Xətai Sənət Mərkəzinin rəhbəri Zahid Əvəzova söz vermək istəyirəm, o da ki, öz fikirlərini verirsin. İlk əvvəl bütün qonaqları, sərgi iştirakçılarını, valideynləri salamlayıram. Ancaq tərif də bəcərəm, sonradan utan salam. Əslində, çox şadıq ki, belə bir tədbirə sahiblik edirik. Tədbir həqiqətən maraqlıdır. Çünki burada mövzu Azərbaycandır, devizi var. Səni sevirəm Azərbaycan. Mövzu mənim gözlərimdə Azərbaycan. Əsərə baxanda, izah yazmadan, əsərə baxanda əsərdə hiss olunur ki, Azərbaycan əhval-ruhiyyəsi var. Azərbaycan bizim vətənimiz, biz vətəni sevməliyik. Sevməsək, qoruya bilməyəcək. Birinci sevmək lazım. Bu uşaqlar da hər hansı bir mövzunu işləyən vaxtda mütləq düşünürlər. Bu hardan sağ, nəyə çəkək, hardan başlayaq, məsləhət alırlar, müəllimdən, valideyndən. Və bunlar da bu mövzu və eşitmədiyi sözlər eşitirlər. Vətən haqqında, müsbət şeylər haqqında. Həqiqətən də Azərbaycanın çox özellikləri var ki, bəlkə çox ölçüdə yoxdur. Mən həmişə deyirəm ki, 100 ballıq bir dənə hansısa bir test hazırlasalar ki, hansı ölkə yaxşıdır, həm Finlandiya, həm Şotlandiya. Azərbaycan mən elə bilirəm ki, orada gerdə qalmaz. Ola bilsin, hər ölkənin bir-iki müsbət şeyi var. Azərbaycanın müsbət şeyləri çox bir cəmiyyət olaraq, bir xalq olaraq çox müsbət şeyimizdir. Gələk uşaqlara, uşaqların belə tədbirdə iştirak eləməyi müsbətdir. Mənim üçün də çox xoşdur. Çünki bir uşaq hər hansı bir öz sevdiyi işlə, haradasa layiqli işlə məşğul olmasa, o uşaq ola bilsin, başqa işlə məşğul olsun. Nə iş olur olsun, uşağın hobbisi olmalıdır. Musiqi mi, idman mı, rəssamlıq mı və yaxud da başqa bir sənət mi? Nəsə bir şey olmalıdır. Çünki olmasa başqa işlə məşğul olur. Çox vaxtı mənfi yönlərə gedə bilər. Onun üçün də bəlkə də bu sahələrin birində rəssamlıqdır, rəsmidir, bu da çox müsbətdir. Çünki bu yaşlı nəsil çox yaxşı bilər. Hamısı axşamlar oturur,
bir dostundan, o rəfiqəsindən zəng edib, adam deyir, işim var, sonra danışarıq, baxır, nə eləsin, qalır ortada. Ancaq bir hobbisi olsa bir adamın, oturar bir vərək qoyar, bir kəfən qoyar, 50 yaşlı olsun, bir rəsmi qızar, sonra birinə hədiyyə verər. Mən çox vaxtı gənc rəssamlara deyirəm ki, hər hansı bir dostunuzun ad gününə, yubileyinə, ya başqa bir tədbirə gedəndə çox zaman başqa hədiyyə almayın. Özünüz çəkə bilirsinizsə, bir dənə rəsm əsəri çəkir, bu mütləq oradan aparıb bir yerdə asacaq. Sənin aldığın hər hansı bir servis, şokolad məsələ söz deməyəcək. Mən elə bilirəm ki, bu ən böyük hədiyyə olar həm dostunuza, həm özünüz üçün də olar ki, sizin öz qabiliyyətinizi göstərirsiniz, həm də dostunuza, rəfiqənizə ona da izah eləmək istəyirsiniz, siz bu əsərə layiqsiniz, sizin əsər verə bildim sizə. Əsər elə belə şey deyil. Mən elə bilirəm ki, qalereya bəlkə də dünyada bəlkə də ən üstün mərkəz uzaqlardan biri də qalereyadır. Çünki burada çox şey var. Çünki hər şey daxildən deyil. Şair olan bir şeir yazır, yazısı bir əsər yazır. Ancaq burada hansıda bir xiddə, bir əsərin tablonun üzərində bir əsəri, bir tabloya köçürə bilən rəssamlarımız var. Rəssamlar olublar, var da, bu gün də var. Çox əsərlərə, bir əsərə nə qədər insanlar bir əsər haqqında oturub romanlar yazıblar. Poeslər yazıblar ki, bir əsər təsvir etməyə çalışırlar. Əsər böyük bir ruhdur, böyük düşüncədir. Əslində çox söz demək olar, mənim üçün ən xoşdur ki, bir belə gəncliyimiz, yetişən gənclik hamısı Azərbaycana təsvir edən əsərlər yaradıblar və hamısında fərqli ruhlar var, fərqli yanaşmalar var. Elə rənglər var ki, mən elə düşünürəm ki, qalereyada baxsan ki, o rəngləri çoxub, o qədər bugünün rəssamı istifadə eləməyə ya qorxub, ya özündə güc tapa bilməyib istifadə eləsin. Gənclər ancaq bu rəngi, rahat rəngi də qoyublar, əsərdə yaradıblar, çox fərqli bir yerə gəlirlər. Bildiyiniz kimi ki, bu gün festival çərçivəsində olan müsabiqənin ikinci günüdür. Bilirsiniz ki, festival Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, AZTV, Naxçıvan Rəssamlar Birliyi, Xətai rayon İcra Hakimiyyəti, Xətai Sənət Mərkəzi və Beynəlxalq Hüquq Cəmiyyəti Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutmuş bir tədbirdir. Tədbirimiz 4 gün davam edəcək, 2 günü bitdi, 2 günü olacaq. Hər gün sərgilərdən layiq işlər seçilir. Sonra təzədən həmin komissiya, orada bir 80 iş olacaq bəlkə də, bu iş yerə o komissiyaya verəcək. Komissiya təzədən bal sisteminə nə versə, oradan çıxan 30 uşaq, hər yaş qrupundan 10 uşaq festivalımıza dəvət olunacaq. O festivalda da uşaqlar bir gün ərzində bizdən olacaqlar. Orada yerədən canlı işləyəcəklər və əsərlər, bundan sonra başqa tədbirlərimiz olacaq. Günün axırında da onlar hədiyyələrlə, mükafatlandırılacaq. Çox söz demək olar, təşəkkür edirəm ki, istir valideynləri, istir müəllimləri, istir qonaqları ki, bizə dəstək durublar. Siz uşaqlara təşəkkür edirəm ki, zəhmət çəkmisiniz. Çünki sizsiz tədbir olmaz. Biz desək də, deməsək də tədbirin gücü ancaq sizlərin hesabına alır. Burada bir əsər varsa, deməli bir dənə rəng var, bir yanaşma var, bir baxış var. İçində əsər başqa bir dünyadır. Buna görə bu əsərlərin çoxluğu bizim üçün də maraqlıdır. Bir çeşidin çoxluğu daha fərqliliyə gəlir, seçimə gəlir. Həm siz gənclər də bu sərgidə baxanda yanındaşı əsərə baxsınız ki, mənim əsərimdən burada bu daha yaxşı istifadə edib. Əsər çəkən adam bilir, rəngləri artıq duyur. Buna görə fikirləşə gələn əlini düzəltməli olur. Müəllim baxır ki, uşaqlarına biraz da toxmaşlı olmalıdır. Valideyn baxır ki, bundan yaxşı işləyən uşaqlar var. Buna nətər edək ki, bizim uşaq daha yaxşı işləsin. Bu tədbirlərin, sərgilərinin müsbət şeyi ondadır ki, bir-birlərdən dostlar qazanırlar burada, həm də bir-birlərin yaradıcılarını görürlər. Çox sağ olun, hamınıza təşəkkür edirəm. Sağ olun. Çox sağ olun, mənim dəyərli fikirlərə görə. Ümumiyyətlə, Xətai Sənət Mərkəzi, xüsusilə də Zahid mənim çox böyük bir ideyalar əmələ sürüb, təsvir sənətimizin inkişafında, rəssamlığımızın üzə çıxmasında bir çox sənət sahələri, təsvir sənəti sahələri var idi ki, onlar artıq keçmişdə qalmışlar. Bunlardan biri də akvarel. Yəni akvarel demək olar ki, ölüb itib gedir. Bir neçə dəfə akvarelin müsabiqələr şəklində, sərgilər şəklində keçirilməsi və böyük bir təşəbbüs nöqteyi nəzərdən onun yenidən üzə çıxmasına səbəb olur. Bu günləri bizim qonaqlarımız arasında Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin sədri Səbinə xanım da iştirak edir.
O Səbinə xanım söz vermək istəyirəm, yəni öz fikirlərini bildirsin sərgi haqqında. Sağ olun, herkese salamlayıram. WS Azərbaycan Beynəlxalq Akvarium Cəmiyyətinin Azərbaycan nümayəndəliyi adından herkese salamlayıram və bu sərginin belə gözəl keçirilməsində Zahid müəllimə təşəkkürümü bildirirəm. Çox sevinirəm ki, bu təşkilatçılıqda bizim cəmiyyətimizin də rolu var. Uşaqlar üçün belə tədbirlərin keçirilməsi çox önəmlidir. Uşaqlar bizim gələcəyimiz və gələcəkdə indi sərgilənən bu işlərin müəllifləri Azərbaycanı təmsil edəcək gözəl rəssamlar ola bilər. Mən bu bütün uşaqlara uğurlar arzu edirəm. Yaradıcılıqlarda heç vaxt yorulmayasınız. İnşallah sizin işler hem Azerbaycan'ı tarihte de temsil edilsin. Size uğurlar arzu ederim. Çok sağ olun. Sağ olun. Çox sağ olun Səbinə xanım. Doğrudan da təsviri sənətin mən deyərdim ki, ən gözəl sahələrindən biri yəni rəngkarlıq, rənglər vasitəsilə fikri ifadə etməkdir. Yəni rəngi görmək, duymaq, onu təsvirə çevirmək, onu bir obraz bir şəkildə çatdırmaq özü böyük önəm kəsb edir. Çox yaxşı rəssam olmaq olar, amma pedagog olmaq çox çətin məsələdir. Bunların ikisi də bir-birini tamamlayanda bu böyük bir vəhdət olur. Bu günləri, yəni bu dəyərli bir neçə müəllimlərimiz iştirak edir ki, mən onların da hər birinin fikirləri, sözlərini, istəklərini almaq istəyirəm. Və bu günləri qonaqlar arasında Fikrət Əmirov adına 11 illik İnci Sənət Məktəbinin rəssamlıq bölməsinin müəllimi Ağa Mirzəli Elmar müəllimlə iştirak edir. Elmar müəllimə söz verək, ona öz fikirlərini bildirsin. Yəni necə o öyrənir, hansı yanaşmayla, işləri necə bəyənir. Buyurun. Salamlayıram. Onların bilik bazarlıqlarının yüksəlməsinə görə, bu sərgilərin təşkil etməsinə görə Nəfəs Səhət Nazirliyə təşəkkür edirəm. Geniş, hansı da geniş danışlar mövzunu açıqlar, mən də istəyirəm. Bilik, bazarlıq, vərdişlər, keyfiyyət və dəyər. Bu 5 mərhələ, 5 meylərlə hesablanır. Bizim məktəblərdə şagirdlər gələndə bilikli və bazarlıqlı olurlar. Onlar məktəblərdə müəyyən vərdişlərə yiyələnirlər. Vərdişlərə yiyələnirlər, təcrübələrə aiddir və keyfiyyətli sənət əsəri ortaya çıxır. Və bizim üçün belə bir qaleriyalar, belə bir məkanlar lazımdır ki, orada dəyər qazanılsın. Dəyər deyəndə müxtəlif dəyərlər var. O, valideyn üçün də məsəl, gözəl bir işin ola bilər, gözəl dəyər ola bilər. Bu iş satılıb, pulla satılıb dəyər qazana bilər, diplomla dəyər qazana bilər, sertifikatla dəyər qazana bilər. Və bu işdə böyük bir xidmət göstərdiyinə görə Zahid müəllimə qaleriyalara çox təşəkkür edirəm. Uşaqların işləri məktəblərdən, biz biləcəkdə başqa məkanlardan, xaricdən gəlib üzə çıxır və burada sərgilənir. Və müəllimə qeydəki ünsiyyət yaranır. Biz baxıb, öyrənirik və daha da həvəslənirik. Daha da həvəslə iştirak edirik. Hər qədər sərgilanda sevinirik. İşlərimizin dəyər qazandığı üçün bu mərhələnin 5-ci mərhələ ki var. Siz burada xidmətiniz böyükdür. Mən sizə təşəkkür edirəm ki, biz burada sevdiğim bir ünsiyyət qururuq. Uşaqlarımız sertifikatlarla diplomlar alır və həvəslənir. Cəmiyyətimizə layiqdir. Allah böyüdür inşallah. Təşəkkür edirəm. Sağ olun. Çox sağ olun. Doğrudan da bu böyük bir təşəkkür. Xüsusilə də yəni, hər bir azyaşlının diplomla mükafatlandırılması, onun yaradışına bir baxış, yəni bir məkanda nümayiş etdirilməsi, rəssama məkan lazımdır ki, əsərləri nümayiş olunsun, onu tamaşaçı baxsın, görsün, dərk eləsin. Bu böyük bir önəm kəsb edir. Bu günləri bizim yəni, dəyərli rəssamlarımız, yəni rəssam pedagoglarımız iştirak edirlər. Rəvan müəllim, Sadıqov Rəvanda, yəni dəyərli rəssam
rəssam müəllimlərimizdən onun da fikirlərini alalım. Salamlayıram mən də hər bir iştirakçını, başda mənim olmaqla, Zahid mənim olmaqla, bütün rəssamları salamlayıram, uşaqlarımızı salamlayıram. Dahi rəssam Picasso'nun bir sözü var, deyir, mən uşaq ikən Rəfail kimi çəkməyə arzulayırdım, amma böyüdüm, Rəfail kimi çəkdim, amma indi uşaq kimi çəkməyi çətinliyi çəkirəm, yəni onun bir arzusundayım. Bütün uşaqlara mən də uğurlar arzulayıram. Hətta bu ağar müəllimə deyirəm ki, Zahid müəllimə ki, mən baxılığım tutur bunlara ki, maşallahların belə tez-tez sərgiləri olur, belə iştirak edirlər. Biz iştirak edə bilmirik. Hətta yaşımızı azaldı, biz də iştirak etmək istəyirik. Çox danışmayacağım, hamınıza uğurlar arzulayıram, müvəffəqiyyətlər arzulayıram. Sağ olun. Çox sağ olun. Doğrudan da Xətai Sənət Mərkəzi həm də bir öyrənmək, öyrətmək bir məkandan, ocağına çevrilib. Xətai Sənət Mərkəzində bir çox yetişən az yaşlılar, gənclər, hətta akademik bilikləri mənimsəməkdən ötürü, akademik təhsil almaqdan ötürü olan hazırlıq kursları, məktəb səviyyəsində, yəni rəssamlığın bütün sahələri, bütün istiqamətlərini öyrətmək uğrunda mübarizə aparır. Həm təbliğ edir, həm cəmiyyətə çatdırır, həm insanları dərk uğrunda mübarizə aparır, həm də öyrənir. Və belə bir dəyərli, yəni bu günləri Xətai Sənət Mərkəzində çalışan dəyərli rəssamlarımızdan biri Gündüz müəllim də var. Onun da fikirləri, hər bir Gündüz var, onun da fikirləri var. Salam, vaxtınız xeyir olsun, uşaqlar, faizi dostlarımız, mən sizi təbrik edirəm. Və valideynlər, bütün nənələr, babalar, xalalar, nəbilər, atalar, analar, vaxtınızı zəhmət çəkib gəlmişsiniz, öz vaxtınızda keçmişsiniz, yəni incəsənə təhsil eləmişsiniz, o uşaqları böyütmüşsünüz, əllərindən tutmuşsünuz, götürüb həvalə edmişsiniz müəllimlərə və bugün də səhi çalışıyorsunuz. Buna da çox sağ olun ki, bu böyük mən qəhrəmanlıq deyərdim. Hansı valideyn uşağı ilə öz vaxtını keçirib, öz vaxtını uşağı həsr edib, hətta onun bilgini, savabı ilə bərabər incəsənətdən istiqamətləndir. Bu çox böyük bir qəhrəmanlıqdır. Özellikle şu vaxtda. Çünki zaman birlikte geçtikcə hər şey sürətlə hərəkət edir və bu sürətin, bu hərəkətin içində vaxt tapıb uşaqları incəsənət yönəlməyində hansısa bir sahəyə yönəlmək, mədəniyyətə, incəsənət yönəlmək böyük bir şey, bunu böyük işdir, bunu da çox sağ olun və müəllimlərə çox sağ olun, böyük əməkləri var. Burada iştirak edən dostlarımız var, rəssamlar var. Bizdən böyük asaflar, abidlər məsələ var, hansı ki, biz onlardan öyrənmişdik. İndi sözün böyük uşaqlar bizdən öyrənməkdən da biz böyüklər, onlar bizim asaflarlarımız, abidlərimiz, böyüklərimizdir. Və sizdən xahiş edirəm, bizdən böyük nəsillər, bizdən də böyük olan nəsillər yaradıcılığına və onların böyük məsələlərini diqqətlə lazım. Çünki onlar bizim qadriyələrimizdir. Mən Allah-u Zəli sağ olsunlar, var olsunlar. Çok sağ olun, renk geldiğini gören çok güzeldi. Kampanyası duyusunu gören çok güzeldi ve biri aynı mevzunun müxtəlif tərəfləri var. Heç kəsə işi biri-birinə oxşamolduğunu görə çox sağ olun. Bizim bölgələrimizi mənim həddimdə artıq lezət edilənmədir. Yəni bu çok böyük bir işdir. Bir var sərgiyi, bir var incədə məclis, bir de var festival. Festival çok ağır bir ardıcı olarak etaplı surətdə inkar edilen ve son neticede ortaya sergi vasıtasıyla ortaya böyle bir sergi çıkanda artık biz netice görürüz. Onu demek isterdim ki gözümüzün qabağında olurlar. Xarici dövlətlər də artıq qoşulurlar bizə. Deməli Azərbaycan öz sözünü diyebilir ki, Maravilərdə, incəsənətdə də artıq bura qoşulan ressamlar olur. 8 yaşında, 7 yaşında onlar da iştirak edirlər. Benim şəxsi fikrim, mən şəxsən edilənlədir. Çünki biz öz uşaqlarımız Azərbaycanda olanlar, Azərbaycandan Bakıdan bütün kənarda olan kəndlərdən, şəhərlərdə olan müəllimləri də uşaqlar danışıyorlar. Bura bizim dördümüzdür, biz belə görürük. Bu cür görürük. Və xaricilərin var fikirləri var, görürsünüz, Hindistandan, İrandan, görün biz necə görürlər. Deməli, Azərbaycan kənardan belə rəyini görsənir. Azərbaycan kənardan belə sevincini görsənir və mədəniyyəti olan bir xalq kimi onlar bizi görürlərsə, biz sevinməliyik ki, onlar bizi olan belə görürlər. Ben buna görə sevinirəm.
Çok sağ olun ki Zahid Məmməd belə teşkil ediyoruz ki, yəni ki biz xariciləri görürük, onlar bizi necə görürlər. Düz işləyirlər. Belə mən də istəyirdim ki, Azərbaycan bu günlər buna layiq bunu düz görə bilirlər onlar. Sağ olsunlar, çok sağ olun. Sağ olun, var olun.